Cəlilabadda sürücünün qarşısına çıxan at qəzaya səbəb olub. Cəlilabadda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Köhnə Ələt-Astara magistralında Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Sahədən çıxan at Cəlilabad rayon Maşlıq kənd sakini Anar Bədəlovun idarə etdiyi VAZ 2107 markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəqliyyat vasitəsi idarə etməni itirərək Yasin Nəsirovun idarə etdiyi ağır tonajlı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində at hadisə yerində ölüb, sürücü Anar Bədəlov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.